Hər vaxtınız xeyir olsun. Yazılıb şey qardaş, üstünə 1000 də qoyub 90-ı ilə almaq olar. Yaxşı, bax, bu 24 bərpa olunub. Biraz bunun damında cızıq var. Bunun qiyməti indi 220 manatdır. Bunun təp-təzə qutda olanı mən qoymuşum 290 manatı, paylaşacağım birisine. Yaxşı, indi nə deyirsə, yəni ki, bax, bu 24-ü almaydansa üstünə 1000 də qoyub 24 almaq olar. Hamı yaxşı bilir ki, 1000 manat olan maşın, yəni ki, bir dənə xoda salırsan, biraz gedir, sonra sönür. Yəni, normal yaxşı maşının qiyməti 3000, 4000, 5000 manat. Düzdür, 1000 manat olan maşın am bilir ki, nasaz maşındır. Yəni, o maşını gəlirsə, xərc çəkərsən ki, hələ bu bir sən normal qulluq eləsin, yolda qoymasın. Ən böyük problem ondan ibarətdir ki, yəni bir çox insan Azərbaycanda hələ də fikirləşir ki, yəni bu iqruşkadır. Yəni bu sənəyə getsə, bu modeli orada 25 manat, 30 manata tapa bilər. Problem yoxdur. Bu modeli kim istəyir tapsın 30 manata. Bax, eminim bu modeli 30 manata tapın. Mənə zəng edin, mən sizə 130 manat pul verəcəm. Ancaq eminim bu modeli siz mənə verməlisiniz. Bu 1.18 ölçüdə orijinal model car qrupu. Tapın da, yəni tapın bunu 30 manata, 25 manata. Mənim WhatsApp-ma zəng edin, mən sizə 125 manat pul verirəm. Bu modellərin öz mayası bahadır. Yəni xaricdən gəlir, ucuz da gəlmir. Bu modellər bahalı modellərdir. Normalisi başlayır, nə bilim, 50 manata, 100 manata, 300 manata olan da var, 500-ə, 550-yə də. Pis ondadır ki, bizdə hələ bir çox insan bilmir bu nə üçündür. Yəni elə bir ki, hə bunu götürdün, şişdir üstünə qoydun, ya uşağa verdin. Bu kolleksiyadır. Yəni bu davanlı şəkildə yığılır, istirahətdir. Mənim bir müştərim var, Vasif qardaş. Jurnalla yığılan M21-i 2500-3000 manata yaxın pul vermişdi. Təkcə o modelin yığılmasına mənim elə özümə 250-300 manat pul verdi. Onda yaxşı, Vasif qardaş 3000 manat M21-ə xərcləməkdənsə gedib təzə M21 ala bilərdi də. Yəni bu başqa bir aləmdir. Burada mən hər kəsə bunu izah etmək fikrim yoxdur. Yəni ən azından bu maraq göstərən insan YouTube-da bir dənə yazır diecast model ya kolleksiyon model və açıb baxır ki, hansı firmaları var, hansı ölçü var və hər şeyi necə deyirlər orada göz qabağındadır. Qiymətini bilən bilir, alma istəyən alır, alma istəməyən də sizin kimi gəlir başlayır, nə bilim, üstünə 1000 də qoysan maşın. 1200 manata, 1300 manata qardaş olan maşın, o həmişə adamı yolda qoyur, onu hamı yaxşı bilir. Bunu alma istəyən alır, alma istəməyən də nə edir? Oturur TikTokda mənə ya da WhatsAppda statusda buna pulsuz baxır. Odur ki, belə, özdə yaxşı baxın, özdə müğayət olun.